Herkese selam dostlar. Bugün de yepyeni bir video ile gelmişik. Bugünkü videomuzda dostlar uzun bir müddəttdən sonradır geri qaydırıq və yaxlaşıq bir ay olar ki video atmıram və artıq dedim ki bir dənə video çəkək, video ataq. Bugünkü videomuzun konsepti dostlar, keçənlərdə bir şey fərq elədim. Kadroda Filippo Inzaghi var idi dostlar və bu Inzaghi'ni mən oyunda yoxlamağa başladım. Yəni dostlar, həqiqətən bu kartı olmağına baxmayın, amma baga girmiş bir oyuncu kimidir. Yəni bu dəqiqə bagda olduğunu deyə bilərəm. Çünki aşırı güclü oynayır. Yəni fərq eləmir bu yapay zekada efsanəyə qarşı ya çox güclü bir kadroya qarşı. Çox güclü oynayır dostlar. Yəni hədsiz güclü oynayır və bunu elə yoxlayacağıq, həm də klasmanda oynayacağıq. Düzdür, klasmanda aşağıdayıq. 7-ci klasmandayıq. Yəni buna da üzrü sayın, yəni artıq hesabda olan odur, ora qədər düşüb. Əvvəlcə biraz yuxarıdaydı. Zaten mən klasman çox oynamırdım buna görə. Amma videomuz belə olacaq konsepti. Ümid edirəm ki videonu bəyənərsiniz. Biz videomuza keçid edək dostlar. Bəli dostlar, hal-hazırda gəldik. Kadrom bu şəkildədir. Yəni belə bir kadro qurmuşam. Yəni bunu işlədirəm, bilmirəm niyə görə, amma yəni işlədirəm, gedir. 7-ci klasmandayıq. Bilirəm rəqiblər elə güclü gəlməyəcək, amma bu oyunda əsas konsept olaraq Filippo Inzaghi'nin bu kartını sınaq mı deyim, yoxlama oyunu mu deyim, belə bir şeylər edib oyuna çıxardacaq. Paulo Dybala aşağı gəlib, Dybala'ya biz Del Piero'nu qoymaq istərdim, amma elə bunu qoyaq, rəqibin heyətinə baxaq. Rəqibdə heç kim yoxdur, sadəcə ilk hissədə oynadacaq oyunculardan başqa heç kim yoxdur desək yeridir. Rəqib yaxşıdır, yaxşıdır. Filippo Inzaghi zırt. Filippo Inzaghi əlin qaldırdı, Inzaghi Inzaghi. Ne 21 nömrədə bilmirəm, amma 21'i göstərdi. Ay belə 21. O qapçı çıxartdı, halaldısa qapçı. Barcelona penalti a favor Real Madrid. Buradan bir dənə qapının ağzına cross eləyirik. Filippo Inzaghi qoyur bu kəlləni, bu da qol. Atdıq. Lampard'a gəldi. Buradan qaytardı mı? Guti indirdi Lampard. Pires. Filippo Inzaghi girmədi. Amma çox hündürdü yani. I got this. Albert Ferrer. Ay böyle adam. Ay böyle Inzaghi deşi elədi bunu. Çok qəşəng kartdı həqiqətən. Mən xoşlayıram da yəni Inzaghi'nin bu kartını. Ümumiyyətlə başqa kartlarında bilmirəm belə bir şey var, belə oynayır, amma bu kartı yəni adam oynayır da bu kartda. Şaqabom saxla. Oo, Donnarumma bədbaxın boyu o qədər uzundur ki. Qəşəng Bruno. Pires. Baga girmiş bir kart olarak sayabilirsiniz bunu. İkinci bir rəqibimiz geldi. Yine Barcelona geldi. Biz bugün desə ancaq Barcelona'ya qarşı oynayacağıq. Bu biraz daha güclüydü, kollektiv gücü daha yukarıydı. Bunun Mbappe'si var. Olsun.
Burada bu oynayar mı? Oynayar. Çox xoşuma gəldi bax bu. Bunun heyəti biraz daha samballıdır. Inzaghi icazə verməyəcək oyuncular var. Görə Inzaghi burada nə edəcək? Qəşəng. Rəqib ilk hücumda. Oy 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 Inzaghi hardan sən nəyə vurmanmadın? This is the end. Hold your breath and count to 10. Qopçu, sağ ol səni qopçu. Sən qopçu deyimi? Oliver Kahn'dan başqası yalandı da bu qapı işində. Kim Min-jae? Inzaghi. Heç sürə çatmır. Kimsə o yekə. Inzaghi. Inzaghi. Bax yazsın göstərir 21 nömrəli Inzaghi. Bir nömrə var ona görə 21 qoymuşam. Inzaghi. Inzaghi. Oy 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 Inzaghi. Kaş o da girərdi. Hiss edirəm. Filippo. Filippo Inzaghi. Ay belə tema. Orada niyə hediyə elədi? Heç bir fikrim yoxdur amma elədi də yəni. Zurt. Ay belə. Messi. Dombaltdı Messini. Pires. Adam modemi söktü götürüyor amına. Ay belə nəysə bitdi oyun və bununla da nəysə uşaqlar videomuz bu qədərdir. Inzaghini yoxladıq. Yəni bu Inzaghini daha doğrusu yoxlamaqda elə sonradan tapdım. Məqsədim nə idi? Yadıma düşdü birdən-birə. Dəydi üz üstə yerə. Inzaghi yəni bildiyiniz bu Inzaghi baqa girib yəni necəsə çox güclü oynayır. Yəni uşaqlar həqiqətən varınızsa oyunda yoxlayın. Yoxunuzsa da heç nə Inzaghini gözləyin ki, Inzaghi gəlsin, Inzaghi paketindən Inzaghini zırtı-pırtı alın yəni beləsinə. Bilmirəm niyə görə dedim, amma hər halda işinizə yarayar bu da. Videomuz bu qədərdir. Videomuza like atıb abunə olmağı unutmayın. Həm də uzun bir müddətdən sonra video çəkim konsepti ilə yaratdım bunu. Hamınızı öpürəm. Sağ olun.